Qreçka, bulğur, qarabaşağın yanında hazırlaya biləcəyiniz çox asan bir qulyaj resepti verim sizə. Bu səfər qulyajı soğansız və bibersiz hazırladım. Əgər sizin də vaxtdan qənaət etdiyiniz bir zamandırsa, mütləq bu üsulla hazırlayın. İnanın, çox ləzzətli və pratik olur. Hazırlayan hər kəsə indidən nuş olsun. Olduqca ləzzətli, həftələrlə buzluqda qala bilən minik pizzalar hazırladım. İtalyan pizzası kimi olmasa da bu pizza da çox ləzzətlidir. İlk olaraq suyu, südü, mayayı və şəkəri qarışdırıb biraz gözləyirik. Ardınca yağı, yumurta ağını, unu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Sonra xəmiri kündələrə ayırıb barmağımız vasitəsilə balaca pizza şəklini veririk. Üzərinə içliyimizi əlavə edirik. Mən içlik olaraq pomidor, biber, sucuk və sosisikadan istifadə elədim. Siz ürəyiniz istəyəndən istifadə edə bilərsiniz. Ağızda ovulan, yedikcə yedirən, hər kəsin reseptini soruşacağı bir kurabiye resepti ilə gəlmişəm. Gəlin öncə içliyini hazırlayaq ki, soyusun. İçlik üçün 3 alma, 1 stəkan şəkər və 1 qaşıq darçın. Xəmiri hazırlamaq çox asandır. Bunun üçün bizə lazımdır kərə yağ, duru yağ, soda, 3 qaşıq qatıq, un, limon suyu və vanil. Ələ yapışmayan yumşaq xəmir yoğururuq, stəkanla kəsirik və hazırlayıb 170-180 dərəcədə sobada bişiririk. Hazırlayan hər kəsə nuş olsun. Hazır lavaşdan dəmirlə çox zəngin olan ıspanaqlı börək hazırladım. İlk olaraq soğanları qızılı rəngi alana qədər qovurdum. Üzərinə yuyub iri-iri doğradığım ıspanaqları əlavə etdim. Ispanaqlar biraz öldükdən sonra duz və pendirini əlavə edərək daha da dadlandırdım. Eynən videoda görüldüyü kimi büküb sobanın orta gözündə 160 dərəcədə üzəri qızarana qədər bişirdim. Sobadan çıxardıqdan sonra kəngəl vasitəsilə üzərinə kərə yağı sürtüb biraz gözlədim. Bu isə börəyimizi daha da yumşaq hala gətirir. Artıq börəyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. C vitamini ilə zəngin, soyuq dəymənin dərmanı olan soyuq feyxua mürəbbəsi hazırladım. Feyxuaları bol su ilə yuyub baş hissəsini kəsirəm. Sonra doğrayıcıdan keçirib tasın içərisinə şəkərlə asta-asta tam həll olub qarışana qədər bir gün boyunca qarışdırıram. Qarışan feyxuaları bankalara yığıb soyuducuda saxlayıram. Hazırlayanlara nuş olsun. Çalışıram hər zaman sizinlə asan və ləzzətli yeməklər paylaşım. Hazırlanması çox asan olan bu yeməyin sadəcə çətin tərəfi bütün tərəvəzləri julyen şəklində doğramaq. Gəlin yeməyi necə hazırlayıram bərabər baxaq. Zeytun yağını tavaya əlavə edib yarım ay şəklində doğradığım soğanlarla qovururam. Sonra isə julyen kəsdiyim badımcanları biraz qovurub üzərinə tomat pastası, ədviyyatlar və digər tərəvəzləri gecədən qaynatdığım əti əlavə edərək qapağını bağlayıb yaxşıca bişirirəm. Sonra isə tam yağa düşdükdən sonra plov ilə belə servis yapıram. Çox zəngin olan Azərbaycan mətbəxinin yeməkləri arasında ən dadlısı və ən tez hazırlananı deyə bilərəm ki, parça bozbaşdır. Parça bozbaşı hərə bir üsulla hazırlayır. Mən də hazırladığım üsulu sizlərlə bölüşürəm. Tez hazırlanır və çox ləzzətli olur. Hazırlayan hər kəsə indidən nuş olsun. Siz də hazırlayın. İnanın ki, dadına doymayacaqsınız. Həm səhər, həm axşam yeməklərinin yanında yeyə biləcəyiniz zeytun qarışımı. İllərdə hazırlayıram, həm özüm, həm də ətrafımdakılar çox sevdiyi üçün istədim ki, siz dəyərli izləyicilərlə də bölüşüm. Zeytunu necə istifadə etdiyimi miqdarı ilə aşağı hissədə qeyd edəcəm. Siz də çox sevsəz hazırlamağı, sevdiklərinizlə bölüşməyi və yaddaşa verməyi unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Bugün sizə dəmir və folik asid mineralı ilə zəngin olan pərpətön salatını necə hazırladığımı göstərəcəm. Bizə lazımdır ev qatığı, 2 diş sarımsaq, 2 ədəd rəndelənmiş xiyar və 2 dəstə pərpətön. Buyurun, siz də hazırlayın. Sonda üzərini zeytun yağı və nanə ilə dadlandırmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Yenə xanımların işinə yarayacaq çox faydalı bir fikirlə gəldim. Yağdanlıqlarımı təmizləyirəm. Yağdanlıqlarımın ağzı çox dar olduğu üçün hər zaman əziyyət çəkirdim. Lakin bu üsulu sınadıqdan sonra artıq yağdanlıq təmizləmək mənim üçün daha bir keyfli hala gəldi. Bunun üçün bizə nə lazımdır? Biraz düyü, qab şampunu və qaynar su. Sonra isə nəticəni görürsünüz. Bəyənməyi və yazmağı, yaddaşa verməyi unutmayın. Bizim evdə bütöv soğan turşusu nə qədər sevilməlisə, doğranmış soğan turşusu bir o qədər çox sevildi. Bəs mən bu soğan turşusunu necə hazırladım, nələrdən istifadə etdim? Açıqlama hissəsində miqdarı ilə mütləq qeyd edəcəm. İndi isə keçid edək videoya. İlk olaraq soğanları alıb soydum, sonra isə doğrayıb bankalara yığdım. Bankalara yığarkən nar dənəciklərindən istifadə etmişəm. Çünki nar dənəcikləri həm soğan turşusuna gözəl bir dad qatır, həm də rəngini gözəlləşdirir. Çox asan hazırlanan turşuda sizə də hazırlamağınızı tövsiyə edirəm. Hazırlayan hər kəsə indidən nuş olsun.
salatımı yine paylaşır. Çok sevilir ve tekrar o güzel salatımı bu sefer sunumsuz bir şekilde sizlerle beraber karıştırın. Mükemmel bir lezzet olur. Nar tam mevsimidir. Hamı yapsın. Yedikçe yedirən, ləzzətinə doyum olmayan bulgur pilavını necə hazırlayıram? Gəlin sizinlə də bölüşüm. Açıqlama hissəsində bütün detalları və püf noktalarını qeyd edəcəm. Siz də bəyənməyi, yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın ki, hər kəs dəndən bulgur pilavı hazırlasın. Yumuşaq, ləzzətli çöp şişləri necə hazırladım? Gəlin bərabər baxaq. Mən isə hər zamanki kimi sizlər üçün istifadə etdiyim bütün ərzaqları və istifadə qaydasını açıqlama hissəsində mütləq qeyd edəcəm. Sizdən xahişim bəyənməyi, yazmağı və çox sevsəz dostlarınızla bölüşməyi unutmayın. Hazırlayan hər kəsə indidən nuş olsun. Heç ocaq ləzzətində sobada güveç yemisiniz. Əgər yeməmisinizsə videoya diqqətlə baxın. Ona qeyd edim ki, istifadə etdiyim bütün tərəvəzləri və istifadə qaydasını açıqlama hissəsində mütləq qeyd edəcəm. Bizə isə lazım olan sadəcə saxsı qazandır. Əgər saxsı qazanınız varsa, sizdə də çox mükəmməl bir yemək alınacaq. Adi salatlardan fərqli olaraq qeyri-adi bir dad axtarırsınızsa, mütləq bu salatı siz də hazırlamalısınız. Mən açıqlama hissəsində bütün ərzaqları miqdarı ilə qeyd edəcəm. Sizdən xahişim bəyənməyi, yazmağı və çox sevsəz dostlarınızla bölüşməyi unutmayın. Bir də mütləq bu salatı siz də hazırlayın. Bugünkü reseptimiz bir şirniyyat olsun. Şərbətli şirniyyatdır, çox ləzzətlidir. Adı isə fincan tatlısıdır. Adı kimi özü də tatlıdır. Açıqlama hissəsində bütün istifadə etdiyim ərzaqları yazacağım. Siz də hazırlayın. Nə anlamasaz soruşun, mən sizə tez zamanda geri dönəcəm. Siz isə bəyənməyi, yazmağı və yaddaşda saxlamağı unutmayın. Hələlik. Evimizdə hər kəsin çox sevdiyi, hazırlandığı kimi bitən, ləzzətlimi ləzzətli, hazırlaması çox asan umaclı piroq reseptini verim sizə. İlk olaraq umacını hazırlayırıq. Umacı üçün bizə un, şəkər və yağ lazımdır. Miqdarını postun altında qeyd edəcəm. Sonra isə üzərinə yumurtasını, qatığı və vanili ilə qabartma tozunu əlavə edirik. Yaxşıca qarışdırıb şüşə soba listinə qoyub 175 dərəcə bişiririk. Mən şaftalı cemindən istifadə etdim. Sizlər qozdan yaxud başqa cemlərdən istifadə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. İllər əvvəl Alanyaya səyahət edərkən yol qırağında qarğıdalı satan bir abidən bu qarğıdalının sirri nədir deyə sormuşdum. Sağ olsun, o da sirrini mənimlə bölüşmüşdür. İllərdir ki, bu şəkildə hazırlayıram və hər kəs tərəfindən çox sevilir. Sizlər necə hazırlayırsınız? Suda yoxsa südlə? Necə hazırlamağınızdan asılı olmayaraq mütləq bir dəfədə bu şəkildə hazırlamağınızı şiddətlə tövsiyə edirəm. Omega 3 ilə zəngin olan, bağırsaq florasını gücləndirən, xolesterol və şəkəri tənzimləyən bir turşu hazırladım. Tam mövsümü ikən məsləhət görərdim ki, pərpətön turşusundan siz də hazırlayın. İlk olaraq pərpətönləri bol su ilə yudum və bir süzgəc vasitəsilə suyu tam gedənə qədər süzdürdüm. Quruduqdan sonra steril etdiyim bankalara digər tərəvəzlərlə qarışdıraraq pərpətönləri yığdım və üzərinə qaynar su çəkərək bağladım. Nəyi necə istifadə etdiyimi mütləq açıqlama hissəsində yazacağam. Siz də bəyənməyi, yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Çox zəngin olan Azərbaycan mətbəxinin yeməkləri arasında ən dadlısı və ən tez hazırlananı deyə bilərəm ki, parça bozbaşdır. Parça bozbaşı hərə bir üsulla hazırlayır. Mən də hazırladığım üsulu sizlərlə bölüşürəm. Tez hazırlanır və çox ləzzətli olur. Hazırlayan hər kəsə indidən nuş olsun. Siz də hazırlayın. İnanın ki, dadına doymayacaqsınız.
Ev üsulu pita çörəyi hazırladım. Necə hazırladım? Gəlin bərabər baxaq. İlk olaraq ilıq suya mayanı əlavə edib biraz aktivləşməsini gözlədim. Sonra isə duru yağı əlavə edib unu asta-asta qarışımın içərisinə əlavə edib yoğurmağa başladım. Sonra isə kündələri ayırıb əl içi boyda lavaşlar hazırladım. Hazırladığım lavaşları tavada qızartdım. Yanına bal, qaymaq zövqünüzə görə hər şeylə nuş edə bilərsiniz. Hazırlayanlara nuş olsun. Doğaya bənzəyir, amma doğğa deyil. Dadı isə doğadan heç də geri qalmır. Yumru düyünü yaxşıca yuyub suda bişiririk. Düyü bişənə qədər kənarda bir qabın içərisinə bir qatıq, bir yumurtanı yaxşıca çırpırıq. Qatıqlı qarışıma biraz düyü suyundan əlavə edib qazançaya qarışdırırıq. Sonra isə kərə yağında nanəni və istiotu qovurub spumumuzun üzərinə əlavə edirik. Buyurun, hazırdır. Hazırlayan hər kəsə nuş olsun.